Qida borusunun anadan gəlmə olmaması. Mən Toğrul Ömərov, uşaq cərrahi tibb elmisi, fəlsəfə doktoru. Bu gün sizə anadan gəlmə patologiyalardan qida borusunun olmaması və bu necə özünü biruzə verir? İlkin dövrdə ana bətnində görünür. Fetal ultrasəs müayinəsində qida borusunda bildiyimiz üçün uşaq amnion mayesini udduğuna görə mədəyə yığılır, mədə böyük görsənməlidir. Qida borusu olmayan uşaqlarda mədə kiçik görsənir, small stomach dediyimiz və bu da amnion mayesini udmaması nəticəsində. Bəzən əlbəttə uşaq sadəcə özü də udmaya bilər ki, bu da həmin halla üzləşə bilir. Amma mədə kiçik olan 80% hallarda qida borusu atreziyası çıxması mütləqdir. Qida borusu atreziyasının formaları var. Hissəvi olan, bir-birinə birləşməyən swish forması var, fistula, yəni qida borusunun bir ucu hansı ki traxeyaya birləşir. Ən çox birləşən forma aşağı ucu traxeyaya birləşir, yuxarı ucu çor qurtarır. T-abrazlı fistula şəklində olan H-abrazlı var ki, yəni H hərfi şəklindədir. Qida borusu bir-birinə birləşib həm də traxeyaya birləşir. Bəzən yuxarı ucu traxeyaya birləşir, alt ucu küt olur. Bəzən isə long up dediyimiz uzun segmentdə qida borusu yoxdur. Bəs qida borusu yoxdursa bu uşaqlar doğulduqdan sonra əgər ana bətnində də görülmürsə necə olur? Ağızdan köpüyü gəlir, qidalana bilmirlər və neonatoloqlar zond çaldıqda mədəni təmizləməyə zond keçmir. Bəs nə etmək lazımdır? Əgər öncəliklə fistula olub olmamasını təyin etmək lazımdır. Əgər mədə havalıdırsa qida borusunun alt ucu traxeyaya birləşir. Üst ucu o zaman kontrastlaşdırıb arasında məsafəni baxıb uşağın vəziyyəti neonatoloq tərəfindən toparlandıqdan sonra əməliyyat icra olunaraq bir-birinə tikilir qida borusuzları və bununla da problem aradan qalxır. Əgər uzun məsafədə qida borusu yoxdursa, o zaman ezofagostom çıxarılır və qastrostom çıxarılır. Uşaq biraz böyüdür, çəkisi artırılır. Mədədən qastrik transposisiya və ya yoğun bağırsaqdan qida borusu düzəldirik. Sonra 6 ayın üzərində olduqda və yaxud çəkisi 6 kilonun üzərində olduqdan sonra. Qida borusu atreziyaları bugünkü gün torokoskopik şəkildə icra edirik. Yəni heç bir kəsik açmadan biz artıq 8-10 ilin üzərindədir ki, bu əməliyyatı icra edirik və nəticələr daha yaxşıdır. Bir, vizual görünüş sahəmiz daha yaxşıdır, daha yaxşı görə bilirik. İkinci növbədə heç bir kəsik, qabırğa arası kəsik açılmadan 3 dənə balaca nöqtədə icra olur ki, az travmatik, az qan itkisi və daha yaxşı görünüm əldə olunur. Əlbəttə ki, torokoskopiya əl vərdişi lazımdır. Bu vərdişi olmayan insanlar bunu etməsi heç də tövsiyə olunmur. Çünki orada aorta, damarlar çox yaxın yerləşdiyinə görə səhvən damar zədələnməsi və digər hallar baş verə bilər ki, bu da uşağın həyatı bahasına başa gələ bilər. Qida borusu atreziyalarından sonrakı fəsadlar qida borusunda olan daralmalardır ki, bunlar balonlu dilatasiya, endoskopiya nəticəsində aradan qaldırma olur. Bu xəstələrin %99-unda reflüks olur. Çünki qida borusu mədəni dartdığına görə klapan pozulur, reflüks olur ki, bunlar da zamanda konservativ müalicə ilə, ən pis halda isə antireflüks əməliyyatla aradan qaldırılır və nəticə etibarilə sağ qalmış və daha bir, necə deyirlər, böyümüş uşaqlarda bütün problemlərdən qalxdıqdan sonra standart normal uşaqlardan fərqlənmədən öz həyatlarını yaşayırlar. Bəzi suallar verilir ki, qida borusu atreziyası olan xəstələr gələcəkdə rak ola bilərmi? Yəni həmin qida borusunda şiş yarana bilərmi? Ümumiyyətlə, istər qida borusu atreziyası olan, istər olmayan xəstələrdə qida borusunda hansısa bir xərçəngin yaranması faizi eynidir. Yəni bunun ümumi qida borusu atreziyasıdır deyənə daha çoxdur faizi, belə bir nüanslar yoxdur dünyada. Təşəkkür edirik.